Həkimlərin səhv etmək ixtiyarı varmı sizcə? Cəmiyyət uğura alqış tutur, amma uğursuzluqları qınayır. Həkimlərə qarşı bu münasibəti dəyişmək üçün biz, yəni sıravi insanlar, həkim olmayanlar, ilk olaraq nədən başlaya bilərik? Səhv edən həkimi linç et mədəniyyəti sizcə bizi hara aparır? Yəqin ki, görürsünüz də, 10 minlərlə adamın çalışdığı bir raketi, kosmik gəmini buraxmaq istəyirlər. Yəqin ki, o Challenger yadınızdadır da. Neçə milyon, milyardlar da xərc çəkilmişdi. Bir haradasa 50-60 kilometr qalxandan sonra partladı. Düzdürmü? Yəni burada səhv kimindir? Minlərlə orada o işin üstünde çalışan sənətkarlar, mühəndislər, texniklər, kompüterçiklər, nə bilim kimlər desəm vardı. Kimin üstündə axtarıb tapmaq lazımdır? Həkim və xəstə. Burada bir həkimdir, bir xəstədir. Təbii ki, həkim o xəstəni müalicə edənə kimi bir neçə nəfərin konsultasiyasından keçir. Bir neçə nəfərin laborator analizlərin təhlilindən aparılmaqdan keçir. Burada da harta bir səhv yox, mən deyərdim ki, burada bəzən xəstənin vaxtında həkimə müraciət eləməməsinin fonunda bu patoloji görə bilər. Əvvəldə dediyim kimi, həkim xəstənin həkimidir, xəstəliyi müalicə eləmək üçündür. Bu günləri indi yəqin ki, siz görürsünüz sosial sferada filan xəstə filan yerdə öldü. Yox, o söhbət bundan gedir ki, sağlam adamlar gedib özləri üçün hansı bir əməliyyat elətdirmək istəyirlərsə də, burada patologiya baş verirsə, mən bunu başqa cür adlandıra bilərdim. Yəni bu həkimin və həmin o insanın hardasa bir səhvi mi deyim, hansısa bir düzgün yanaşmaması olmuş deyim. Ola bilər. Amma həkim heç vaxt insandır. Bu da canlı məxluqdur, amma əməliyyat stolunda heç vaxt o səhv eləməyə çalışmır və səhv də olmur.